Ay əclaflar, belələrinin gözlərini tökmək lazımdır. Əclaf kimdir? Ay qızım, hardan bilmək olar ki, əclaf kimdir? Qoyunun alnında yazılmayıb ki, hardan göndəriblər. Allah sizə lənət eləsin, heç belə qızını da bıçaq altına göndərmək olar. Ay əclaflar, ay alçaqlar, Onu mənə verin. Ay qızım, bu sənin neyinə lazımdır? Kombinatdan ki, çıxara bilməyəcəksən. Eybi yoxdur, verin. Al, mənim neyimə gərəkdir? Al qızım, al. Zavr, bunu qapıya bir səhər çıxart da mənim üçün. Çıxartmayacağım acıqcan. Nəyə görə acıqcan? Elə ona görə. Həmişə belə olur. Heyvanları doldurursan evə qulluğu mən eləyirəm. Sənin balıqlarına kim yem verir? Mən. Pişiyin yerin kim təmizləyir? Yenə də mən. Heç dəxli var, evimiz heyvanxana deyil ki. Mənim qızım sənə aparmaz. Mənim qızım heç kəs səni istəyir. Mən kömək elərdim sənə. Ancaq doğrusu qoyundan iyrənirəm. Gəl Rüstəmdən xahiş elə. O çıxarar. Bazar ertəsi təzə mühəndisə göz qoy. Eşidirsən? Elə ki, quzunu maşına qoydu. Qaç keşişçilərə xəbər elə ki, mühəndisin maşınında oğurluq quzu var. Aydındır? Aydındır. Amma kəllən pis işləmir, ha? Söz ola bilməz. Deməli, canımız qurtaracaq. Gəl, mən sənə 30 manat borc verim. Ataya deyərsən ki, səninkidir. Bir aydan sonra qazanıb qaytararsan. Düz deyirsən? Əlbəttə. Bəs sən özün? Mən bir təhər keçinərəm. Bir aydan sonra qaytanacaqsan da. Heç səni belə bilməzdim. Yaxşı olar ki, mənə də başqalarını yazdığın qədər yazaydın, olmazdı? Yaxşı, yaxşı. Bu barədə elə fikirləşərəm. Buyurun, 1 kilo sasiska. Mənə bax, bu sasiska nəyəvə lazımdır almışsan? Atan yiyəni deyil, sən də ki xoşlamırsan. Davuddan ötürü almışam. Xahiş etmişdi ki, ət kombinatından gətirib. Hamı ilə dil tapmağını bacarmaq lazımdır. Dil tapmaq yox, arif olmaq lazımdır. Elədir. Bu ki, yolmayıb, xəstələnərsin, Narahat olma.